لا إله إلا الله محمد رسول الله علي ولي الله علي ولي الله. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا محمد ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. نحمده ونستعينه. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. صدق الله العلي العظيم. Allah Teala ibadet hayatımızı kabul eylesin inşallah. Allah Teala bu günü ve bu ayın günlerini tamamen geçecek alıp tamam müminlere mübarekler karar versin inşallah. Allah Muhammed hatırına yüzümüze gelen bu bereketli Ramazan ayını inşallah orucun, ibadetin, itaatin hamımıza müveffek eylesin inşallah. Bizi bu yüzümüze gelen ayda olan fəzilətlərin hamısına müvəffəq eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin. Tamam müminlər, İslamı zəmlə eləşənlər, nə müşkülər var, tezliklə həll eləsin inşallah. İltiması dua eləyənlərin duaları qəbul eləsin inşallah. Xəstələrimizə şəfayı acil inayət eləsin. Allah dinə kömək olanlara kömək olsun inşallah. Dinin düşmənləri tezliklə məhvə nabud eləsin inşallah. Din yolunda kim, hansı məqamda, hansı yerdə, necə zəhmətdə, əziyyətdədirsə Allah Teala Muhammed xatirinə tezliklə hamısına nicat versin inşallah. Tamamən möminləri, xüsusən o dediyimiz adamları və bizləri yolunda sabit qədəm eləsin inşallah. Söhbətimizdən əvvəl bir şey işarə edir. İmam Xümeyni rəhmətullahi ta'ala əleyhim vəfatının il dönümüdür. Hamınız o kişini tanıyırsınız, ilahi bir şəxsiyyətdir. Vücudunun barəsində danışmaq çətindir. Dünən bir nəfər danışırdı, deyirdi. Onun dəfnində xarici ölkələrin birini jurnalistləri gördü, diyanır, heç nə qeyd eləmir. Deyir, ondan soruşdum ki, sən niyə bir şey yazmırsan, niyə diyanırsan? Deyir, mən dedi ki, bu tarix boyu elə bir dəfn olmayıb, bundan da sonra olmayacaq. Mən bunu yazsam da, varsam da heç kim inanmayacaq. Ona görə elə mən baxıram ki, özü bilirəm ki, həyatda bir məşhur insanlar var, bir müqəddəs insanlar var. Məşhur insanlar ola bilər, müqəddəs olmasın, amma məşhurlaşsın. O qədər insanlar var, heç müqəddəslikdən əsər əlaməti yoxdur, amma dünyada hamını tanıyır. Ola da bilər ki, müqəddəs insanlar var, əslən dünyada heç kim tanımır onları. Müqəddəsdirlər, amma heç kim tanımır. Əli əleyhissalam deyir ki, əsmauhum fissəmai mərufun və filərzi məbsulun. O cür insanların adları göydə mərufdur. Göy əhli hamısı tanıyır onları. Dəqiqən. Amma yer əhli tanımır onları. Məhəmməd Əli Əraki rəhmətli, müstəyidi, cami-i şərait edir, yəni ələm müstəyiddi, küçədə taksi vurmuşdu, onu heç kim tanımamışdı. Sonra atmışlar bir maşına, aparmışlar xəstəxanaya ki, orada belə qeydiyyata da alanda almışlar ki, bir nəfər molladır. Üstündə şəxsiyyət vəsiqəsi yadda yox imiş. Sonra xəstəxananın müdiri ki, tanıyırmış, bundan əlaqəsi var imiş, o təsadüfən elə deyiblər, bir nəfər molla sənədi yoxdur, nə polisə demişik, polis də gəlib sənədi yox, filanı bəsməkəni. O xəstəxananın müdiri gəlib təsadüfən tanıyıb, ki, bilirsiniz o kimdir. Birisi bir həddədə də İmam Xümeyninin də ustadı olub o. Ki, tanımırdılar onu. Allah deyir ki, əsmauhum fissəmai mərufun və filərzi mədsulun. Yeryüzündə mədsuldur, bu cür adamlar tanımır, amma göydə hamı tanıyır onları. Göy əhli tanıyır.
Məlum ki, bu bir dəstədə bu cürədir. Bəs məşhurlar var, müqəddəslər var. Bəzi məşhurlar müqəddəs deyirlər, bəzi müqəddəslər də məşhur deyirlər. Amma bu kişi həm məşhur idi, həm müqəddəs idi. İlahi bir adam idi. Dostu, düşman da onun barəsində hamı etiraf edir. Düzdür, indi məsələn də bir söz söhbətləri siz də eşidirsiniz, biz də eşidirik. Siz də bilirsiniz o batıl sözlərdir, biz də bilirik batıl sözdür. Qeybət haramdır, ondan sonra filan bəsməkan, özü xüsusən molla duran mollanın dalıcan danışar. Bu laf çirkin bir dənə işdir. Elə deyir, sənətkarın dalıcan danışar, pis işdir, hamı da acığı gəlir ondan. Bir molla ki, hələ mollalığı subut olmayıb, bir molla ki, hələ məclisdə Fatihə verməyin yolunu bilmir, bir molla ki, elə 40 ildir küftənin içindən turşu axtarmaqla məşğuldur, görsən durub o boyda mollanın dalıcan danışır. Hələ hər şeyi qoyaq qırağa, o boyda mollanın dalıcan danışır. Özünün də təmənnası budur ki, burada oturanlar bunu eşitsinlər, buna itaət eləsinlər. Cəmaat da danışır, siz niyə mollanın sözünə qulaq asırsan? Kəxəliz, özün o boyda mollanın dalıcan danışırsan. Da sən ki, o boyda mollanıb cəmaatın gözündə pisləyirsən, təmənnun hardandır sənin ki, sənə də bu cəmaat qulaq asar. Cəmaat qaliblər sizin böyücüz o cürə molladır, onun barəsində sən belə danışırsan da sənə nə qalıcan gəlmək, sənə nə qulaq asmaq. Ki, çox əfsus ki, bu cürə sözlərdən də danışırlar. İşimiz yoxdur, bir nəfər ki, Zəhra balasıdır, özü də müstəhidligin, ələmligində heç kimin belə bir var məsələn yola verələr, bir də yox zəmanəsində bir nömrəli adam idi. İstər üsulunda, istər fiqhində, istər nə bilim fəlsəfəsində, istər nəyində ki də bunlar elmi bəhsdir, bunlarla işimiz yoxdur. Allaha etimadı o qədərdir. Mən bir dəfə demişəm, o Samalyotda gələndə jurnalistlər gəlib buna deyir ki, sən neçə ildir vətəndən ayrılmışsan, nə filan, bəsməkan, nə. İndi elə bilirlər ki, imam da fəsahətlə romantikanı qarışdıracaq bir-birinə, bunlara bir cümlə deyəcəklər, cümləni bunlar yazacaqlar tarixə, bunların hamısı soruşanızı deyir, qayıdırsan vətənə, nə istəyirsin? Deyir, heç nə. Elə bir kəlmədir, heç nə istəyirəm. O fransızlar, o Samalyotu sürən, deyir ki, mən keçdim, baxdım, gördüm, bu nə əhvadır, dünyada hamı bilir də, İran nə gündədir, nə vəziyyətdədir hal-hazırda. Deyir, keçdim, görüm, bu kişi nə vəziyyət, deyir, gördüm ki, Allah elə oturub, heç elə bilir ki, o boyda padişahın üstünə bu getmir. Deyir, mənə görən kimi, deyir, mənə deyir ki, Kəbənin səmtini decinən mənə, deyir, mən də göstərdim. Dedim, görəsən bu Kəbəni neyinir Allah? Deyir, qayıtdım, gördüm, bu əyilir, düzəlir də. Fransız bilmir, axı namaz nədir, külbaş. Deyir, gördüm, namaz qılır. Bu vəziyyətlə ki, hətta biz görürsən, bir balaca bir iş olan kimi namazı saxladıq sabah, birisi günə. Deyir, nə qədər istəsə variantımız var ibadət var. Amma o vəziyyətlə özü kitabdan kitaba da salırıq. Kitab bu iş əfsəldir, biz inqilab edirik, nə bilim, neyinirik, nə xəstə dalıcan gedirik. Əşi bugün cümə günüdür, mənim burada moizam var, qoy namaz qalsın. Həzrəti Əli o Siffeynin qırğın yerində deyir, Allah-u Əkbər namaz vaxtıdır, azanı verin. Deyirlər, ya Ali çatmışıq o maviyə, deyir, biz namazsız çatdıq maviyə, elə maviyənin tayı olar o da. Bu dava, döyüş filan, hamısı bu namazdan ötür. Elə namazın qılır, rahat içilə bil o adam deyir ki, məsələn, gedir bu boyda padişahın üstə. Bunun kimi və bunun kimi minlərlə məsələ ki, bu müqəddəsliyi də yerində idi, agah bir dənə ruhani, təqvalı bir dənə ruhani, heç kim bilmirdi, məsələn, dünyanın o başından 10 dəqiqənin içərisində Salman Rüşdiyə bir dənə ölüm hökmü verdi. Heç kimin xəbəri yox idi Salman Rüşdi nə qələt edib. Özdə necə hökm, necə məsələ, necə? Dünya, İslamın həqiqi üzünü açdı, çıxartdı üzü. Mən 49 deyirəm, cəmaat 50 deyir, yaşım var da. 12 yaşındaydım mən İmam Xümeyni, Vremya var idi, qədim Moskvadan. Saat 11-də verirdilər bizim saatla. Oturmuşdu o masalının Sılıncaq kəndində, Vremya baxırdıq, onun şəklini göstərdilər. Bir nəfər də oturan durdu, belə qaçdı televizorun qabağına, anasına nənə deyirdi. Ay nənə dedi, gör Şeyx Mikail'ə necə oxşayır ki, onların kəndində Nəcəf alim olmuşdu. Gör necə nurani kişidə oxşayır. Bu cürə Moskva xəbər verdi. Mənim onda 12 yaşım var idi. 12 yaşım vardı, mən sərf-i nəhv oxuyurdum. Biz elə bilirdik ki, İslam elə ancaq yas məclisinin süfrəsindədir. Və elə hamı da elə bilirdi. İslam elə qəbrəstanlıqdadır.
illərlə istikbarın, zalimların, Məsihiyyatın və Yahudiyyatın xərclərinin, zəhmətlərinin, əziyyətlərinin, bütün çalışmalarının hesabına ictimaiyyətdə meydandan sıxılıb gəlib yazxanaya və demək olar ki, palatqiyə və qəbrəstanlığa sıxılmış İslamı bu kişi qaytardı, təzədən gətirdi, o yerə çıxartdı ki, elə cəddi Peyğəmbər Həzrəti Əli o yerdə qoyub getmişdi. Əslən, İslam, ictimaiyyət, ondan sonra İslam, elm, İslam, mədəniyyət, İslam, tərbiyə, İslam, əxlaq, İslam, hökumət, İslam, quruluculuq, İslam, demək olar ki, yumruğu vur başına öldür, burası da var da, bu şeylərdən əsər əlaməti yox idi. İslam, yəni rəhmə Allah'a qari əl-Fatihə. İslam bu idi. Siz yaşlılardan soruşdunuz, görərsiniz nədir? Görərsiniz nə xəbər deyərlər o vaxtdan və o İslamın o vaxtki İslam təfəkkürü, İslam fikri, İslam barəsində insanların nəyi, fikri nə idi? O mövzuda görərsiniz sizə nə danışacaqlar. Əslən, mollalar, ruhanilər həzm eləyə bilmədi bu sözü ki, məsələn, İslam gələr ictimaiyyətdə, məsələn, deyirlər, nə eləyər? Belə bir hakimiyyət eləyər, ya qanun qoyar. Həzm eləyə bilmədilər. Elə o dürədə getdilər. Böyük adamlar, böyük insanlar. Amma İslamın həqiqəti budur da. Bu idi Həzrəti Süleymanın işi, bu idi Həzrəti Musanın işi, bu idi Əli əleyhissalamın Küfədə qurduğu cəmiyyət. Bu idi ki, gətirdi, qaytardı həmin bir yerə. Hər Allah, mən bu mövzuda istəmirəm, istədim elə yad olsun, çünki haqqı var boynumuzda. İndi də insanların çoxu elə mollalığı sübut olub onun mollalığının kölgəsində. Rahat danışır, rahat nəfəs alır. Rahat istədiyi yerdə gedir, hovzada dərs oxuyur, rahat gedir, tələbəçilik edir. Hamısı onun işlərinin kölgəsindədir. Amma əfsus da insanın özünə əfsus. Heç kimə əfsus, ancaq insanın özünə əfsus. Neynəyəcək? Nə qədər insanlar Peyğəmbərin, Həzrəti Əlinin, imamların, elə indinin özündə də hidayətinin kölgəsindən, şüasından uzaqda qaldılar. Hamısı, in şəkərdüm ləzidənnəkum və in kəfərdüm min nəzab eləşəddə. Allah deyir, mən bir dənə neymət verirəm. İmam Səccad əleyhissalam deyir, bizim cəddimin ümmətinin alimləri və bizim şiələrin alimləri əgər dayanmasaydı, insanların namusunun sərhəddində gecə-gündüz keşik çəkməsəydi, şeytan və onun nökərləri yer üzündə bir dənə namuslu və iffətli ailə və insan qoymazdılar qalmağa. Bu İmam Səccad əleyhissalamın dualarıdır ki, Allah da Quranda nə qədər buyurub, alim barəsində, elm barəsində, Allahdan innəmə yaxşəllah min ibadihi əl-üləma, Allahdan qorxan bir nömrəli insanlar alimlərdir ki, belə də danışanlar da hamısı bilirsiniz də belə əhəmiyyətsiz, dəlilsiz, subutsuz. Biz qınayanda Vəhhabini qınayırıq ki, məntiqsiz danışır. Qınayanda məsələn kimi qınayırıq ki, məntiqsiz danışır. Amma özümüz bəzən elə məntiqsiz sözlər danışırıq ki, əslən heç belə də qədimkilər deyirdi, ölü toyuğun, bişmiş toyuğun gülməyə gəlir. Amma onu suçlayırıq ki, bunun məntiqi yoxdur. Özümüzün də məntiqimiz yoxdur. O bəzi sözlər ki, biz danışırıq, məntiqi yoxdur. Nə eybi var bunun, nə pis iş var bunun, nə pis oldu. Bəyəm Həzrəti Əli bunu istəmirdi, Həzrəti Peyğəmbər bunu istəmirdi, İslam bunu istəmirdi. Bəyəm Allah harada bir nəfərin əmri bi məruf nəhiyyədir. Adına başqa şey demə, əmri bi məruf nəhiyyəz münkər. Sən indi görürsən bir nəfər bu məsciddə günah eləyir. Sənə vacib deyir onu əmri bi məruf eləmək. Sən görürsən evində uşağın günah eləyir, vacib deyir əmri bi məruf eləmək. İndi sən küçədə çıxıb görürsən qonşunun uşağı günah eləyir, vacib deyir əmri bi məruf eləmək. Sən çıxırsan kəndin içinə görürsən cəmaat günah eləyir, vacib deyir əmri bi məruf eləmək. Böyüdü yavaş-yavaş. Bəyəm bu Allah deyirdi Həzrəti Şeybin qovmundan 100 min nəfərini öldürdü ki, 60 min nəfərinin günahı yox idi. Niyə üçün əmri bi məruf eləməmişlər? Bu Allah deyirdi bəyəm, demədi ki, Lu'inəlləzinə kəfəru min bəni İsrailə lisanı Davud və İsə ibn Məryəm. Allah bəni İsrailin kafirlərinə lənət oxuyub
Davudla İsa ibn Məryəmin dili ilə niyə? Kanu la yətənahəvnə ən münkərin fəalu. Cəmiyyətdə olunan o pis işlərə bunlar nə eləmirdilər? Cəmaatı çəkindirmirdilər. Əmri bi məruf nəhyəz münkər eləmirdilər. Həmin Allah bəyəm lənət oxumayıb. Niyə? Çünki sənin şəraitin, sənin gücün, sənin qüvvən olub əmri bi məruf nəhyəz münkər eləməyə nədir? Eləməmsən. Allah ona görə müqəddəs insanların dili ilə lənət oxutur. Bu hamıya aiddir. Mənə də, sənə də hamıya aiddir. Amma biz bu danışdıqlarımızı kitabımızın hansı səhifəsinə yazırıq, o qiyamətin günündən olacaq, bilinəcək. Üzə çıxacaq, o qədəmlər silkələnəcək, tubləs sərair, o içlər aşkar olacaq, kim kimə qulluq edir, kim kimə xidmət edir, kim kimin sözünü danışır, nə inir, nə tərilir, onda üzə çıxacaq. Onda da ki, heç nə fayda verməyəcək. Çox adam bilmir kimin sözünü danışır. Mənə bir nəfər danışdı, dedi, bir nəfər bizə danışdı, dedi, mən Məhərrəmlikdə Məşəddə idim, getdim, gördüm orada ki, hərəmin də hər tərəfinə səsini buraxıblar ki, o səhnin içində, həyətdə əzadarlıq gedir. Bir nəfərdir, Xanım Zəhra rozası oxudu. Deyir, gəldim, sabah da Xanım Zəhra rozası oxudu. Gəldim, birisi gündə Xanım Zəhra rozası oxudu. Deyir, mənə maraqlı gəldi. İmam Məhərrəmlik, Aşura, Tasua günləri yaxınlaşırdı elə bir gün. Biri də düşdü Aşura gününə. Dünyanın hamısı Hüseyndən roza oxuyur, əzadarlıq edir. Bu rozaxan görəsən, niyə məhz Xanım Zəhradan roza oxuyur? Özdə gəlir o qapının sınmağında deyir, yanmağında deyir, bəzi adamların da adını çəkir, lənət də deyir, ucalır göyə. Deyir, yaxınlaşdım buna, dedim ki, qardaş, xeyr ola sən elə bu rozanı 3 gündə oxuyursan. Dedim, mənə bir nəfər yaxınlaşır bura gələndə, yalvar yaxar edir, biraz da pul verir. Deyir ki, mən nəzr eləmişəm ki, nə eləyəsən? Xanım Zəhra rozası oxutduram, qurban olum, əğon altında ölüm, belə filan, bu. Deyir, o adamı göstərə bilərsən, deyir, hə, sabah gələndə yenə yaxınlaşırsın, sabah gələndə deyir, budur. Bu, sən apar, getdi, çıxdı bir dənə çəkmətçiyə, çəkmətçidən çıxdı, getdi oradan getdi, getdi İsrailin səfirliyinə. Getdi, çıxdı Yəhudinin əlinə. Belə düzüb qoşub gəlib ki, qoy burada bu Aşura günündə yığışır ora sünnisi, şiəsi, nə bilim, nəyi hamısı. Burada ki, bu deyəcək, cəmaat gözü yaşlı, Aşura günü xanımın rozasını oxuyur, bəzi adamların adı çəkiləcək, lənət oxunacaq, qoy aləm dəysin bir-birinə, qoy ixtişaş düşsün, qoy qan su yerinə axsın. Ondan sonra belə də bu məhərrəmliyin nizamı pozulsun, İslamın nizamı pozulsun. Amma bu yetim rozaxan elə yanıqlı ağlayırdı, oxuyurdu, bilmirdi sözü. Odur ki, bəzi adam bilmir kimin sözünü danışır, bəzi adam da bilir, inada düşür. Allah hamısını hidayət eləsin. Hər halda o, istəyirdim o kişinin barəsində bir kəlmə söz deyəm, o həm müqəddəs idi, həm də məşhur idi. Allaha özə vəsiyyətnaməsində yazır da, Qarbaçova məktubunda yəqin oxumuşsunuz da, var, onu tərcümə eləyiblər. Bir neçə il bundan qabaq onu tərcümə elədilər, verdilər Rusiyanın Dumaya, hamının qabağına qoymuşlar, sonra bir həftə deputatlar onu müzakirə elədi. Bir həftə. Müsahibələr verirlər ki, biz tanımamışıq onu, müsahibələr verirsə, o vaxt ki, Qarbaçova tərəf baxanda adamın gözündən ox vururlar, dedi ki, sən komünist rejimini get, muzeylərdə bundan sonra axtar. Sizin yavaş-yavaş millətiniz istəyir azadlığa çıxa, komünistin zəncirlərindən qırıla, qutara azadlığa çıxa. Amma sizi qarşıda bir dənə böyük bəla və imtihan gözləyir. İstəsəz o bəlaya düşməyəsiz, göndərin mütəxəssisləri gəlsin, biz Hozə elmiyə, qumda onlara dərs deyək, onları ayıldaq, başa salaq ki, gedib düşməyəsiz Amerikanın qucağına. Əgər getsəz, düşsəz, bundan da böyük bəlaya düşəcəksiniz. Gördünüz, Qarbaçov özü etiraf edirdi ki, deyirdi, biz onun bir vəsiyyətinə əməl elədik ki, komünizmdən əl çəkdik, ikinci vəziyyətinə əməl eləmədik ki, bu bəlaya düşdük. Ki, gördünüzlər, Rusiya indi özün hələ istəyir bilindirə. O da elə genə söykənib bir tərəf ora onun, belə, elə deyir. Siyasi danışmıram ki, azbəxtdir. Olan şey danışıram, siyasiyyat bir şey deyir. Bu cürədir. Hər halda Allah inşallah dərəcəsini âli eləsin, Allah
bizi hidayət eləsin. Bizim inşallah gələn cümə orucluq cüməsi olacaq da elə deyir. Orucluq cüməsi və cüməyə qədər də inşallah orucluq başlayacaq. Həmişəki kimi günorta orucluğun proqramımız varımızdır, axşam orucluğun proqramı var. Günorta inşallah moizə var, bir cüz Quran oxumaq var. Axşam şam namazından qabaq əhkam demək var, yenə Quran oxumaq var və lazım olsa yenə mollamız çoxdur, bir hədisdən, bir filandan demək ki, keçən də bu cür elədik. Amma günorta möminlər gəlirdi, bizim o proqramımız icra olunurdu. Axşam çağı ki, şam namazından qabağa salırıq da onu bir yarım saat ki, namaz qutarsın, sonra üçün vaxt azdır, gecdir də. O cəhətdən namazı qılınsın, möminlər geçsinlər. Axşam çağı gələn olmurdu. Biz də proqramı elanca bir dənə namazı icra edirik. Amma bizim inşallah proqramımız budur ki, orucluğun axırına qədər, lap belə 40 gündə olsa orucluq, bizim inşallah nədir? Proqramımız günortalar bir cüz Quran oxumaqdır. Qarilərimiz Hacı Ruslan, Hacı Rahib inşallah. Qardaşlar bir cüz Quran oxuyacaq, ondan qabaqda namaz, ya namazın arasında, ya namazdan sonra bir 20 dəqiqə, yarım saat, 25 dəqiqədə moizə olacaq hər gün. İnşallah qismət olsa əhyalarda da yenə əhya proqramlarımız yerindədir. Namazdan inşallah bir saat sonra başlayacaq ta inşallah axıra qədər. Allah Muhammed al-Muhammed xatirinə müvəffəq eləsin hamımızı ki, bu ayın Ramazanın orucundan istifadə edək. Bir də qardaşlar dünənlər dedilər ki, keçənləri zahirən belə bir şey olur ki, ehsanat vermək istəyirlər məsciddə ki, bizim də elə təkidimiz budur, fikrimiz də budur, dəstəkləyirik də bunu, Allahın da razılığını elə bunda görürük ki, möminlər ehsanat verəndə ya evlərində versinlər, birinci mənim nəzərimdir ki, evlərində versinlər. Qoy, Allahın evinin bərəkət lazım deyil, bizim bərəkətini çəkinmək Allahın evinin. Bərəkət verməyimiz lazım deyil. Ki, bərəkət o oruç tutanın, namaz qılanın ayağı dəysin evində. O şəraiti olmayanda məscidlərdə versinlər, ondan sonra Hüseyniyələrdə versinlər. Ondan sonra gedib o bəzi yerlərdə verməsinlər ki, da mən adlarını çəkmirəm, özünüz bilirsiniz hardan danışıram, nədən danışıram. Məlum ki, sonra da onların da əleyhinə reklam olmasın. Vurarlar məni ki, qoymurlar, gəlib bizə pulu belə də verə bu cürə. Belə ucuz da başa gəlir. Hər halda sizin o şəxsi işinizdir. Mən də fikrimi dedim, amma məsciddə inşallah kimsə ehsan vermək istəyirsə, biraz qabaqdan desin ki, sonra gəlib deyirlər, görsən, məsələn, həmin günə yer olmur. Möminlər keçənləri bir-ikisi incimişdilər o babətdən ki, inşallah başa düşmüş olarlar ki, bizim bir günahımız yoxdur. Yəni, biraz əvvəlcədən demək lazımdır. Yəni, elə bir şey də olsa, inşallah əvvəlcədən xəbər edərsiniz ki, burada qardaşlar bilsinlər, ta yer ver olsun. Bir dənə xütbə ki, Həzrəti Peyğəmbər Şəban ayının bugünkü günündə, yəni Ramazana, Şəban ayının qutarıb Ramazan gələndə, axırıncı həftəsinin cümə günündə Həzrəti Peyğəmbər bir dənə xütbə edib, adına deyirlər xütbə-i Şəbaniyyə. Bu xütbəni İmam Rıza əleyhissalam bir dənə imamlardan nəql edir, ta gəlirlər Əli əleyhissalamdan nəql edirlər. Həzrət Əli əleyhissalam deyirdi ki, xətəbənə zatə yevmin fəqalə. Həzrət Peyğəmbər bizə bir gün xütbə elədi və dedi ki, Həzrət Peyğəmbər bu Ramazan barəsindədir ki, bu xütbəsi. Mən bir neçə il bundan qabaq bu xütbə barəsində, xütbəni elə əvvəl-axır danışmışam sizə. Arada da elə lazım olanda istifadə olunur. Tez-tez vaxtımızdan da bir 20 dəqiqədən çox keçdi. Mən inşallah ancaq elə xütbəni oxuyum, tərcümə edeyim ki, Həzrəti Peyğəmbər bu xütbədə orucluq barəsində nələrə işarə edir. Belə şərhsiz, izahsız ki, bu hədisi heç olmasa ömrümüzdə bir dəfə bir hədisi tam şəkildə sizə təhvil verək. Həzrət buyurur ki, ya əyyuhənnas, qəd əqbələ iləykum şəhrullah. Özdə bilirsiniz də, həm Qur'anın xitabələrində var, müraciətlərində var, həm də hədislərdə müraciətlərdə var. İnsanlara müxtəlif formada müraciətlər olunur. Bəzən ya əyyuhəlləzinə amənu deyirlər, bəzən təqvalılar deyirlər, bəzən möminlər deyirlər, bəzi yerlərdə ya əyyuhənnas deyirlər. Məsələn, əsasən ibadətin mən fikir vermişəm ki, Allaha ibadət eləyin, bu məsələlərdə məsələn ya əyyuhənnas deyir. Həzrət Peyğəmbər də burada ya əyyuhənnas deyir. Çox geniş götürüb bu xütbənin dairəsini. Demir ay möminlər, deyir ay insanlar.
Bütün insanlar. Çünki həqiqəti də budur, Ramazan ancaq möminlərə gəlməyib ki, Ramazan ancaq müsəlmanlara gəlməyib ki, Ramazan ayıdır bu. Gəlib Allahın bütün bəndələri, insan övladı hamısı bundan nə eləyə bilər? İstifadə eləyə bilər. Ki, özdə bir var, biz getmişik nəyin sardıyacaq. Bu, Həzrət deyir ki, qəd əqbələ eləyəkum şəhrullah. Allah ayı neyinib? Sizlə üzləşib, sizin qarşınıza gəlib. Özə şəhrullah, Allah ayı. Rivayətdə də varımızda hətta deyir ki, Ramazan deməyin. Ramazan kəlməsi deyəndə, ya məsələn Ramazan el-mübarək deyin, axır ki bir söz deyin əvvəlində, axırında ki, qoy ehtiramı qorunsun, ehtiramı yerində qalsın. Tək məsələn deməyin Ramazan. İmam Sadiq əleyhissalam deyir ki, la təqulu caə Ramazan. Məsələn, qolu caə şəhru Ramazan. Deməyin Ramazan gəldi, deyin Ramazan ayı gəldi. Ki o adın, hələ ayın özünün adının bu dərəcədə ehtiramı var. Həzrət buyur ki, üz gətirib sizə bil bərəkə və rəhmə vəl məğfirə. Özdə bərəkət, rəhmət və məğfirət. Hər nə istəsə bəndə bu süfrədə var. Huvə şəhrun huvə indəllahi əfsəlü şuhur və əyyamuhu əfsəlül əyyam və ləyaluhu əfsəlül ləyali və saatuhu əfsəlül saat. Həzrət buyurur ki, bu bir dənə aydır. Ayların içərisində ən fəzilətli aydır. Günləri ən fəzilətli gündür. Saatda gecələri ən fəzilətli gecədir və saatları da nədir? Ən fəzilətli saatdır. Huvə şəhrun du'itun fihi ila ziyafətillah. Bu bir aydır ki, siz Allah qonaqlığına dəvət olunmuşsunuz. Hamımızın dəvəti var Allah qonaqlığına. Heç kim bu dəvətdən kənarda deyil. Hamının dəvəti var Allah qonaqlığına və cu'iltum fihi min əhli kəramətillah. Və siz hamınız kəramət əhlindən olmuşsunuz bu ayda. Kəramət əhli bilirsiniz də nədir? Kəramət əhli. Kəramət əhli o adama deyirlər ki, bundan qeyri-adi işlər baş verir. O şeydə vergi verilənlərdən söhbət getmir. Kəramət əhlindən gedir. Qeyri-adi bir işlər baş verir bundan. Allahın dostudur, mömin bəndədir ki, əhli kəramət bilirsiniz də nədir? Ki, görsən, adi məsələn, biz eləyə bilmədiyimiz işlər o eləyər. Bəzi məsələlərdən xəbər verər, ya bəzi sözlər danışar, ya bəzi əməlləri olar, ondan sonra bəzi duaları qəbul olar, ondan sonra qeyri-adi də möcüzənin adi insanda olan forması. Həzrət Peyğəmbər buyurur ki, Cu'iltum fihi min əhli kəramətillah. Bu ayda siz hamımız əhli kəramətsiniz, kəramət sahibisiniz. Ya Resulallah, necə? İzah edir. Deyir, ənfasukum fihi təsbihun. Kəramət əhli necə olmalıdır? Hökmən nəsə göstərməlidir? Yox. Elə bu ki, nəfəssiz də orada nədir? Zikirdir, təsbihdir. Nəfəs alırsan özü üçün, yaşamaqdan ötürü, o da təsbihdir. Bəli, buna deyirlər əhli kəramət. Və numukum fihi ibadətun. Yatmağınız da orada nədir? İbadətdir. Bu da mən yatıram, özüm üçün istirahət edirəm, o mənə nə yazılır? İbadət yazılır. Buna kəramət deyərlər də. Kəramət də qeyri-adi işdə bir adam 70 il nəfəs alır, heç nə ona görə, bir nəfəsə görə insan gəlib qiyamətdə deməyəcəklər, gəl baba bir ovuc savab, buna nəfəs aldığa görə. Belə bir şey yoxumuzdur. Ancaq orucluqdadır bu. Ki insan bir dərəcəyə gəlir, bir süfrəyə gəlir, bir süfrənin başına gəlir, çıxır ki, nə olur? Orada onun nəfəsi də olur, təsbih, zikr, yatmağı da olur nə? İbadət. Və əməlikum fihi məqbulə və duakum fihi müstəcabə. Əməlləriniz də hamısı qəbul, dualarınız da müstəcab. İndi əməl qəbul şəraiti gərək yerində ola. Da elə nə elədin qəbul ola deyil. Şəraiti baxın, bizim bütün əməllərimiz hamısı yerində olanda biz bilmirik ya qəbuldur ya qəbul deyil. Amma Həzrət Peyğəmbər zəmanət verir ki, əməlinizin şəraiti yerində olsa qəbuldur. Duanızın şəraiti yerində olsa müstəcabdır. Fəsəlullahə rəbbəkum bisniyyatin sadiqə. Amma bu dualarınızın qəbul olunması və əməllərinizin qəbul olunmasının şərti budur ki, Allaha gərək nə edəsiniz? Sadiq niyyətlə çağırasınız. Sadiq niyyətlə. Doğrucul çağırasınız da. Özünüzü allatmayasınız. Özünüzü allatmayasınız. Elə bayaq İmam Xümeynidən danışırdıq. İmam Xümeyni deyir ki, o deyir biz İyyəkə nə'budu deyəndə, İyyəkə nəstəin deyəndə bəzən bizə nə qədər lənətlər gəlir bizə Allahın mələkləri tərəfindən bir Allah bilir.
Niyə? Çünki İyyəkə nə'budu, İyyəkə nəstəin o sözün özünə sadiq deyil. Allah sənə ibadət edirik və səndən köməklik istəyirik. Bunu sədaqətlə demirik. Niyyətiniz sədaqətli olsun deyir. Həqiqətən Allaha görə neyini? Oruç tutun. İndi bu mövzudan biz bundan qabaqki cümələr çox danışmışıq da. Niyyət sırf Allah olsun. Əvəzində də elə Allahdan pay istəsin. Çünki Allah özü deyir ki, Əs-somuli və ənə uczabi. Oruc mənə məxsusdur. İbadətlərin içərisində Allah özünə orucu seçib. Bu deyir, mənə məxsusdur. Və mən də onun mükafatıyam. Mükafatı mən özüməm. Bir hədisdə deyir, mən mükafatı mən verəcəm. Amma bir hədisdə deyir ki, mən özüm mükafatıyam. Nəyi tapdın orucluğa? Nə verdilər sənə Allaha? Ariflərimizin, böyük alimlərimizin, Allahın əzəmətli bəndələrinin dilində də var ki, bunlar dua eləyəndə Allahdan Allahı istəyiblər. Ki, Allah səndən səni istəyirəm. Başqa heç nə istəmirəm. Bir adam Allahı tapsa hər şeyi vardır, elə deyil. Allahı tapsa hər şeyi var. Görsən, məsələn, bir adam bir ayaqqabıdan ötürü 3 gün gecə-gündüz neyinir? Çalışır bir ayaqqabı. Əşi, bunu elə Allahı tap, ayaqqabını da Allah verəcək, elə deyil. Və onu nəzərdə tuturlar. Keçən dəfə dedim, biz əzan istəyəndə kiçildirik, amma Allahın öz öhdəsinə qoysuq, Allah da mənim taim deyir ki, bir ayaqqabı ilə elə məni yola sala. Bir adam gedir Allahın qonaqlığına, evə qonaq çağıranda qədim elə idi, görsən bir şeydə hədiyyə verirlər. Xüsusən belə də bəzi hallarda, süfrə asır filan bəsməşən. Sən ki, sənliyi ilə evə qonaq gələndə onun süfrəsini elə açırsan ki, heç bir nöqsanı qalmasın, heç bir çatışmamazlığı olmasın və elə eləyirsən ki, tam şəkildə səndən razı geçsin o adam, necə olar ki, səni Allah qonaq çağıra, amma səni neyniyə? Süfrəsini o cürə bəzəmiyə və səni də narazı yola sala, ya sənə neyniyə? Özünə uyğun yol. Heç vaxt ev yəsi, həm ağıllı adam ev yəsi, həmişə qonağı özünə uyğun qəbul edir, özünə uyğun da yola salır. Ola bilər biz qonağın özünə baxırıq ki, elə indi necə də özünə baxırıq, yox. İnsan gərək özünə baxa qonağın yola salır. Allah da özünə uyğun yola salır. Özünə uyğun da qəbul edir. Amma gərək niyyət sadiq ola. Və qulubun tahirə, pak qəlblərlə Allah'a çağırın. İstiğfarı ya da biraz gərək çox eləyəsən. Orucluq qabağında indi 5 gün qalır, neçə gün qalır. İndi Ayçıxan, səhər mollalardan biri mənə yazmışdı ki, orucluğu nə vaxtda elan edirdim Ayçıxana. Ən rahat variantdır da. Mən niyə deyim, ayın 6-sı, 7-si sonra bu millətə cavab verir. Deyim, Ayçıxana, Allah bilsin. Görəcək ki, ay tutacaq. Görəcək də açacaq. Nəyimizə lazımdır bizim. Bu yanvar, fevral var idi, Həzrəti Peyğəmbərin vaxtında. Aydır da bu qardaş, o anlayan deyir ki, ay görürük, tuturuq, görürük, açırıq. Elə deyir, bu ay. Dəyildən belə, qatma qarışıqdır, işimiz yoxdur, amma ay görkənə inşallah. Ay görkənə hələ qalıb 5-6 ay. İnsan qəlbini paklaşdıra bilər. Heç kim, baxın ha, yadımızda qalsın. Əgər qərarımız budur ki, inşallah orucluğun 1-ci gündən oturacaq ibadətə, uduzacaq ha. Orucluğun 1-ci günə gərək təmizlənəsən oturasan da. Baxın, 1 saat sənin vaxtın var yeməyə. Zirəng adam odur ki, 1 saata bütün işlərini tutarır, əllərini də yuyur, qəşəy-qəşəy. Ondan sonra gözləri orada. Elə komanda verilən kimi nə edir? Başlayır yükləməyə. Nə qədər bu hazır olmasa, belə buna ziyan eləyəcək. Az yük götürəcək. Elə. Orucluq başladı, o Allah deyən, bu Peyğəmbər deyən başlayır. Dəqiqəsi, saniyəsi başlayır getməyə. Əgər bizim təmənnamız bu olsa ki, orucluqla başlayaq, ziyan çox olacaq. Amma orucluğa neçə gün qalır. O vaxta qədər elə o mərhələlərin hamısını keçmək olar. Sırf elə orucluqla neyəsən, ancaq baxın, bir var gələsən orucluqda günaha yuyub, sonra başlayasan yerin savabla doldurasan. Bir də var orucluğa qədər təmizləyəsən, elə gəlib ancaq savabla məşğul olasan. Bir də ki, orucluqda düzdür, burada indi hədisdə gəlib deyəcək, şeytan bağlıdır. Amma şeytan da bağlı olsa, nəfs də gücləndirilmiş iş rejiminə keçir. 3 simen, 4 simen işləyir. Belə şey eləmir. O nəfs, şeytan gedir, niyə gedir? Şeytan düzdür, Allah, Peyğəmbər deyir ki, şeytan bağlıdır, zəncirlənib. Amma şərti budur ki, əvvələn özünü açıb bıraxmayasan onu. Çox adam özü açıb bıraxır. Elə. Bir də ki, şeytan da gedir, nəfs qalıb da yerində. Hətta bəzi əsaslara görə bir vaxt şeytan olmayacaq. Elə deyir Hacı Səməd, bir vaxt olmayacaq şeytan.
Ondan sonra bizi kim alladınız o? Öyle şeytanın əməlli başlı mülkü vardı. Əli Aleyhisselamın Nəhsul Bəlada bir sözü var, deyir, fəbazə fəfərixə fi sudurikum. Sinələrinizdə şeytan yumurta qoyub düzə çıxardı. Yumurta qoyub düzə çıxardı. O da geçsin də bu, düzəsi də burada, yumurtası da burada. Elə deyir. Ona görə nəfs öz işini görəcək. O ki deyir şeytan bağlıdır, Həzrəti Peyğəmbər ona işarə edir ki, şeytan bağlıdır, nəfsi sizin yanınızdadır. Gərək onu islah edəsin. Məlum. Ən yüvəffiqəkum lisiyamihi və tilavəti kitabihi. Allahdan istəyən sadiq niyyətlə və pak qəlblə sizi müvəffəq eləsin o günün orucun tutmaqlığa və o kitabını, Allahın kitabını neynəməliyə? Oxumaqlığa. Fə innəş-şəqiyyə mən hərrəməğufranallahi fi hazə şəhril əzim. Həzrət Peyğəmbər buyurur ki, ən böyük bədbəxt adam odur ki, bu əzim olan, bu böyük olan ayda Allahın bağışlanmağından məhrum ola. Özün özdə mən hərrəmə nəfsə. Demir, kimsə sizi məhrum eləyə. Deyir, özün məhrum eləyə qufranullahdan, Allahın əffindən. Ən böyük bədbəxt odur. Bilirsiniz də elə rivayətlər də deyir, kim bağışlandıranməsə qaldı gələn oruçluğa. Kim bağışlandıranməsə qaldı gələn. Şəqi odur ki, Allahın bağışlanmağın özünə bu ayda neynəyib, haram eləyib. Vəskuru bicu'ikum və ətəşəkum fihi cu'ə yevmil qiyamə və ətəşə. Bu, orucluğun susuz günlərində, orucluğun ac günlərində, günləri ilə qiyamətin susuzluq və aclıqların yadınıza salın. Ki, o ki orucluqda susayacaqsınız, acacaqsınız, onda qiyamətin susuzluğun və aclığın yadınıza salsınız, həm ibrət çox olar, həm savab çox yazılar, həm də bu, o susuzluq, o orucluğu təsəvvür eləyəndə bu susuzluq və bu aclıq neynəyər? Adamı yadından çıxardır. Adamda bir növ rahatçılıq, səkinə yaranar, əmələ gələr ki, daha bilsə ki, o qiyamətin susuzluğun yadına salsa, burada gözləyir iftarda verəcəklər. Amma orada bilinmir nə vaxt verəcək. Həzrət buyurur ki, onları yadınıza salın. Və təsəddəqu əla füqəraikum və məsakinəkum. Ondan sonra fəqirlərinizə və miskinlərinizə sədəqə eləyin orucluqda. Bütün əməllər hər vaxt gözəldir, yaxşıdır. Amma bu cürə əməllər xüsusən orucda çox təsirlidir. Çünki orucluqda qəbul eləyən də hazır olur qəbul eləməyə. O əta eləyən də hazır olur əta eləməyə. Fəqirdə oruç tutur, duası da tez qəbul olacaq. Və sənin bu səxavətin onda daha çox təsir olacaq. Niyə? Çünki onda zəminə hazırdır, o da hazırdır bu işi qəbul eləməyə. Həzrət buyurur ki, neynün? Füqəralarınıza və miskinlərinizə sədəqə verin və vəqqəru kübarəkum, vərhəmu siğarəkum və səllu ərhaməkum. Böyüklərinizə də ehtiram edin. Vüqar bilirsiniz də nədir? Böyüklərinizi vüqarlandırın. Biz məsələn ehtiram eləyəndə var ha, biz böyücə ehtiram eləməsək də böyücə heç nə eləməyik, heç nə olan deyil, böyücə elə böyüdür. Amma böyüklərinizi vüqarlandırın, ehtiramın saxlayın, ucaldın onu, əslində biz onların yanında böyücüyürük. Biz onların yanında, onlar nə qədər böyücü olsa biz onların yanında böyücüyürük. Nə qədər bir adam böyük dağın yanında dursa, belə gözlə baxanda deyəcəklər, nə qədər böyük dağın yanında dursun, kiçik görürsün, zahiri belədir, budur. Həqiqətən, cəmaat elə zahirə baxır da, əksəriyyəti. Ona görə bəziləri gedib balacanın yanında dururlar ki, o özləri böyük görüşsünlər. Amma ağıl onu demir, deyir, nə qədər böyücün yanında dursun, onun yanında cismi cəhətdən nə qədər kiçik görüşsün, nədir? Elə böyüklüyün yerindədir. Çünki arxon böyük dağa söykənib, yanında böyük dağıdır. Allah rəhmət eləsin, Sabirə deyir, bənzəmən bir qocaman dağa ki, dəryada durar. O dəryada duran qocaman dağa bənzəyərəm. Şeirin əvvəli vardı, onun işim yoxdur. Sözüm burada istəyirdim bunu deyim. Böyücün insan nə qədər vüqarlanırsa, o onun da yanında nə edəcək? Adi bir dənə adamın şoförü ilə prezidentin şoförünə eyni baxırlar. Baxan var. O heç deyən yoxdur, vaxtda var başa filankəs prezidentdir, vaxtda var filankəs prezidentin şoförüdür məsələn. Filan məsələn nazirin şoförüdür. Yəni şofördür, mən də şoförəm, Macalin də şofördür, Seyid də şofördür. Heç bizə bəxtə niyə? Bunun yanındakı adam böyüdür. Elə də öyrəcək. Niyə? Çünki yanındakı adam böyüdür.
Bəs əgər yanındakı böyük olmağı bəxtəvərçidirsə, Həzrət Peyğəmbər deyir, bunları böyüklərinizi özünüz vüqarlandırın da, elə deyir, neyini etsən özdən? Siz demir, maşınımı da sür. Ehtiramını saxla deyir. Məlum. Vərhəmu siğarəkum. Kiçiklərinizə də rəhm edin. Səğir yəni o kiçiklərinizə. Kiçiklərinizə də bu ayda mərhəmət çox olsun. Çünki o kiçiklər də bir növ Allahın əmanətidir sizə. Allahın əmanətinə rəhm eləyəndə siz Allahın əmanəti, Allahın elə bir növ o əmrinə əməl edirsiniz. Bir növ deyəndə ki, elə həqiqi. Oradan da sizin payınız var. Kiçiklərinizə də neyin? Rəhm eləyin. Və səlu ərhaməkum. Qohum əqrəbozda yoxluğun gedin. Oruc ağıza iftardan qabaq, iftardan sonra. İndi iftarda istəyirsən, evdə rahat yeyəsən, bir baçqa xurmada aldın, qoydun, klokunca getdin mi qoca, xaladan, bibidən, əmidən, daydan ki, həmişə yoxdular və həmişə olmayacaqlar. Elə deyir. Və biz də elə gəlib onların yerinə çatırıq. Elə, bizim uşağımız görməsə biz getdik, böyüklərimizi yoxladıq, onda adət də olmayacaq. O heç gələr, qocalar evinə aparmasa Allah'a şükür elə. Gərək o görsün. Baxın, o əməli göstərmək şərtlər də bəzi yerdə bizdə riyakarlığa əmr olunur. Riyakarlığa əmr olunur ki, ona biz riyakarlıq deyir də, gərək bunu təzahür elətdirəsən, göstərəsən, bu da neyliyə görə. Niyə Allah Peyğəmbəri öz fələkum fi Rasulullah usratun həsənə? Peyğəmbər siz üçün ən böyük nümunədir. Peyğəmbərlərin bir işi də ancaq görükməkdir. Ki, görsünlər, belə edirik, onlar da bizə baxsınlar, neynəsinlər? Eləsinlər. O cəhətdən də gərək olar. Bir də bir paçka xurma aldın, 2 manat yarım aldı. Lap al yarı bölüşdü. Getdin, dəydin, iftara da qayıtdın, gəldin evə. Allah qədəmlərə də savab yazacaq. Ölsün də yolda şəhidsən də. Orucda görə yox, silə əlham edirsən ona görə. Kim gəlib işarə edəcək. Belə hədisdə də var da, insanın nə qədər ömrünü uzaldar, getməsən insanın ömrünü nə qədər azaldar. O da varımızdır. Vəhfəzu əlsinətəkum. Bunu da oxuyum, tamam eləyim. Bir yarısını oxumamışam, heç amma tamam eləyirəm, söz verirəm. Dəvcət sizdən orucluq ab-havası görüşür. Adam çox incitmək istənir. Elə bil, elə dünəndən oruçsuz, iftara da eləməmişsiniz. O başlanlığa da saat zəy çalmayıb durmuşsun. Belə. İftar o başlanlıq yoxumuzdur ki da, elə ikisi bir yerdədir də. Cəmi 5-6 saat, elə deyir. Moskva idare edir, keçən illərdə bir də qardaşlardan biri deyirdi ki, acı biz elə xurmanı yeməmiş gərək şeydir, o elə axşam 2-3 saatdır da belə. O qədər dedilər, baxırlar, biz də gəldik o günə qaldıq. Elə bizdə də belədir də, o 9-un yarısı, o da 3-4-də işləmiş, hələ biraz da gələcək bu yana. Elə odur ki, o başlana inşallah dəmbərəni biraz böyük götürərsiniz də iftara. Dəmbərə bilirsiniz də nədir? O şum eləyəndə ki, biraz yer açırsan ki, torpağı götürüb o yana, ona Bakılılar dəmbərə deyirlər də. Biraz qolunuzu geri açarsınız, elə süfrəni biraz iri sal, bir tərəfindən yeyə gəlsin, bir tərəfindən olacaq o başdan. Elə o başdan iftar eləsən deyən şey deyil. Amma Həzrət deyir ki, neyinin? Vəhfəzu əlsinətəkum. Dillərinizi saxlayın. O başlanlığı ona görə deyirdim ki, heç o başdan da eləməmişsiniz də. Adamın həvəsi gəlmir danışmağa. Dillərinizi saxlayın. Vəhfəzu əlsinətəkum. Və quzzu əmmə la yəhəllu ən nəzər eləyhə əbsarəkum. Bunlar hamısı, bilirsiniz də, ehramda 24 dənə, neçə dənə o əməldir, haram olur da, ehram deyəndə. Elə deyir. Ondan neçəsi ömürlük haramdır. Neçəsi elə həmişə haramdır, bir də yalan danışmaqdır. Ömürlük haramdır. Bunların elə hamısı ömürlük haramdır. Amma Həzrət Peyğəmbər gəlib bunu orucda neynir? Orucluqda xüsusi vurğulayır. Məsələn, mən dilimi saxlamasam, birinin qeybətini eləsəm, elə belə gündə. Allah mənə qeybət eləyənin cəzasını verəcək. Amma orucluqda eləsəm, Allah mənə oruc ağıza qeybət eləyənin cəzasını verəcək. Fərqidir. Bilirsiniz, axı orucda batıl olacaq. O yatmağız ibadətli hədisi var ha. Yatmağız ibadətli hədisində Həzrət Peyğəmbər buyurur ki, deyir, yatmağız da ibadətdir ki, burada gətirib 12 kəlmə ilə, amma başqa yerdə ki, əs-saimu fi ibadətin madamə fi fəraşi. Oruç tutan ibadətdədir, hətta yatağında, döşəyinin də üstündə olsa, amma Həzrət şərt buyurur ki, maləm yəxtəb. Nə qədər ki, qeybət eləməyib.
Yəni qeybət eləyənə qədər yuxu tutdu, bunu ibadətdədir. Amma bədbəxtçilik tutdu ilə, axır elə gözü yumulanda 2 kəlmə qeybət elədi, qutardı. Həzrət deyir, qutardı da oruc. Ya Rəsulallah, necə qutardı oruc? Hələ iftara 17 saat qalır. Deyir, sən bu biri tərəfdən pozdun da. Allah demir, qeybət eləyən qardaşının ölmüş ətin yeyir, ölmüş qardaşının ətin yeyir. Deyir, bu da bir növ iftardır da. Bu da bir növ iftardır. Ona görə bu orucluqda görə insan nələri əldən çıxardır, nələri itirir. Həzrət də deyir ki, vəhvəzu əlsinətəkum, dillərinizi saxlayın. Və qəzzu əmmə la yəhəllün nəzər ilə həbsarəkum. Baxmağı haram olan şeylərdən də gözünüzü yumun. Bu həmişə, amma orucluqda belə. Orucda, yəni heyfiz gəlsin də, bir şey ki, siz bir qul hüvəllah deməklə, bir qul hüvəllah deməklə, elə bil 6666 dənə ayə oxudunuz. Yəni bir dənə Quranı xətm elədiniz. Onun savabını bir dənə baxmaqla niyə əldən verirsiniz? Adam da gözünü tutar, gedər. 30 gün çətindir. İmam Xümeyni rəhmətli oğlunun Əhməd Xümeyninin yuxusuna girir. Deyir, ağa orada vəziyyəti necə? Deyir, burada çox çətin. Hətta əli belə eləyib sana kiməsə yoluna gitsəndə. Bizim dildə siqnal verirsən, ona görə də burada adamı illərlə saxlayırlar. Niyə yavaş verdin, niyə bərk verdin, niyə belə elədin, niyə belə elədin, niyə başı ilə vermədin, niyə gözü ilə vermədin, niyə dili ilə demədin, niyə əli çox yuxarı qaldırdın, niyə əli çox aşağı, niyə o birisini eləncə əl qaldırmadın, belə, o 50 il, illərlə. Amma ardıcan qadir deyir ki, ay Əhməd ağa, bu 50 il nə deyə insan orada günah eləməmiş ölə qutara. Demək istəyir ki, yəni çox asaddır. Nədir ki, bu 50 il insan oradan günahsız keçinə bilmir? Elə bir Əhməd ağa durdu, bildi ki, mən elə odur olacam. Elə də oldu. Baxın, hətta əlin hesabını tuturlar orada. Özü deyir, 50 il bir çox çətin bir işdir, sən orada günahsız keçinə bilməyəsən. Keçinə bilərsən. O ki, bir ay orucluqdur da. Ondan sonra demir, amma da demir, molla deyim, bir ay orucluqdan sonra buna məhrəmə baxa bilərsən. Ya ilə qeybət eləyir, yox. Heç olmasa o bir ay orucluğu möhkəm saxlamaq lazım. İtirdicüvə bax da, qazancı mən keçən dəfə dedim, bizim dostumuz var, Acıcılamıstan edir. Atası da onun ticarətçi olub. Deyir, mən ticarətə başlayanda dedi ki, bala, heç vaxt qazancıya baxma. Çünki qazanc sənindir, itirəcəyə bax. İtirəcəyə bax. Qazanc sənindir, deyir, onu fikirləşmə yine. Niyə? Az da olsa, çox da olsa sənin cibə gələcək. Amma fikirləş, uduzanda nə uduzursan? Bankrot olanda nə olacaq? Həmişə deyir, onu fikirləş. Baxın, biz indi nə qazanırıq, ona biraz çox əhəmiyyət vermirik də. Biz elə biraz bədxərcik. Verən zaten də, hədə xərcləyirik, çox o itirəcək, qazanc nə bilim, az olsun, ona çox fikir vermirik. Nə itirəcək, ona çox fikir verək. Nə itirəcək, ona çox fikir verək. Bir adı Allahı itirətsən də, demədi, əs-somulu və ənə uczabi. Oruc mənə məxsusdur, mən də onun mükafatıyam. Yəni, oruçdan Allahı ələ gətirir. İndi baxın, naməhrəmə baxan, dilini saxlamayan da Allahı itirir. O cəhətdən baxsa insan, daha çox faydalı olar, daha çox təsirli olar. Bəs qulaqlarınızı da saxlayın. Qulaq asmamalı şeylərə qulaq asmayın. Quran da deyir də, haram yemək yalana qulaq asmaq kimidir. Yalana qulaq asmaq haram yemək kimidir. Səmmaunə lil-kəz və qalunə lis-suht. Yalan bir şeyə qulaq asmaq, qeybətə qulaq asmaq elə haram bir şey yeməkdir. Haram yeyəndə oruc batil olur, hələ 3 dənə də kəffarə gəlir adam boyuna. Elə deyil, cəm kəffarə gəlir də haram şeylə adam orucdur. Allah da Quranda deyir ki, yalana qulaq asmaq elə o cürədir. Məlum, yaxşı. Ondan sonra və təhənnənu əla əytamin nas, tuhənnənə əla əytamikum və tuğu iləllah min zunubikum. Cəmaatın da yetimlərinə deyir, rəhm edin, rəftarınızı onlarla yaxşılaşdırın, ta sizin də yetimlərinizə rəhm eləsinlər və Allahın neyinin? Günahlarınızdan Allaha tövbə eləyin. Vərfəu ileyhi əydiyəkum bir dua, bu oxumalıdır. Dua ilə, duada əllərinizi qaldırın göyə Allahın dərgahına. Fi avqatis səlavatikum, namazlarınızın vaxtında. Fə innaha əfsəlus saati yənzurullah əzzə və cəllə fiyhə bir rəhmə ilə ibadi. Çünki deyir, o namaz vaxtlarınızda ki,
orucluqda, orucağıza, dua eləyəndə əllərinizi qaldırın Allaha tərəf. Mənzuru budur ki, ürəklə, sidqlə dua eləyin. Çünki Allahın bəndiyə rəhmətlə baxdığı saatların ən fəzilətlisidir həmin o namaz vaxtında ki, siz dua eləyəcəksiniz. Onda deyir, əllərinizi qaldırın, dua eləyin. Pəs bəli, o zaman ki, belə nəcvə ilə çağırsınız, Allah sizi eşidəcək və səslə çağırsınız, yenə Allah sizi eşidəcək və hansı formada Allahla rabitə bağlasınız, həmin forma rabitə özdə nədir? Qəbuldur. Məsələn, biz bir bərddən dua eləyirik, bir də nəcvə eləyirik də, yavaş-yavaş. Onun hamısının özünə görə yeri var. Amma üst-üstə nəcvaya da o Allahla bəndə xəlvət eləyə, ona daha çox üstün verir. Amma məsciddə, burada amini gərək yuxarıdan deyək, bu yerində. Deyir, nəcva da eləsiniz, Allah qəbul eləyəcək, dua da eləsiniz, Allah qəbul eləyəcək. Bu qədər kifayətdir inşallah. Gələn günlərdə qismət olsa oxuyarıq və elə bunlara da əməl eləsək, inşallah, elə o da bir şeydir. Allah Muhammed Ali Muhammed xatirinə bizi həqiqi oruç tutanlardan qərar versin. Ya Muhammed və bi ehtiram Zəhra, Allah bizi bu ayın rəhmətindən, bərəkətindən, məğfirətindən bir nəsib eləməsin. Muhammed Ali Muhammed xatirinə Allah Teala bizi bu ayda tamam günahlarımıza qələmlə əffi çəksin. Bağışlamamış dünyadan aparmasın. Allah Muhammed Ali Muhammed xatirinə bizi bu ayın orucuna, namazına, Quran oxumağına, ehsan eləməyinə, iftar verməsinə, tamamən o deyilən əməllərin hamısını eləməkliyi tövfiqin versin inşallah. Allah Muhammed Ali Muhammed xatirinə, onlar ki, xəstədilər, iltiması da eləyirlər. O günlərə xatir tezlikdən şəfa, acil inayət eləsin inşallah. Allah iltiması da eləyənlərin duaların qəbul eləsin. Muhammed Ali Muhammed xatirinə bu çətin günlərdə müminlərin tamamən müşkillərin həll eləsin. Allah Teala orucumuzu, ibadətimizi tamamən dostlarının orucunun, ibadətinin mislində qərar versin inşallah. Yeryüzünün ən sədaqətli, ən ixlaslı, ən təqvalı oruç tutanı ağamız İmam Zaman'da Allah Muhammed Ali Muhammed xatirinə bizi onun dualarından bir nəsib eləməsin inşallah. Elədiyi duaların hamısını bizim barəmizdə qəbul eləsin. Muhammed Ali Muhammed xatirinə bizim ibadətlərimizlə, oruçlarımızla onun qəlbi nazləninin sevindirsin inşallah. Allah bi abruyu Muhammed tamamən yeryüzündə İslam'a xidmət eləyənləri müvəffəq müəyyəd eləsin. İslamın düşmənləri məhvi nabud eləsin. Allah tamam möminlərə, xüsusən bu cəmdə əyləşənlərə bərəkətli uzun ömrə ta eləsin. Halaldan bolluca ruzu qismət eləsin. Özündən möminlərdən başqa heç kimə möhtac eləməsin. Muhammed Ali Muhammed xatirinə ağamızın zuhurunu təcil eləsin. Biz o ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyir.